Uşaq hələ ki qalsın orada. Uşaq hələ ki qalsın orada. Üzünü göstərməyəcəyik təbii ki, özü istəmir. Ha, maskalıdır gəlsin. Uşağı hələ saxlayaq, birazdan dəvət edəcəyik. Uşaq bu söhbətlərdə iştirak eləməsin hələ ki. Biz onu dəvət edəcəyik. Onunla bağlı başqa bizim planlarımız var. İstəyir. Ona mən qarışa bilmərəm. Ona mən deyə bilmərəm ki, niyə maskalı çıxırsan, niyə maskasız çıxırsan? Maskasız çıxırsan, mən maska ilə çıxardım da gərəyə. Deyərdin ki, mən maskalı çıxmaq istəyirəm. Axı, mən istəmədim. Onu sən Mən istəmədin. etirazım var maska ilə çıxmağına. Amma bu etiraza biz bir şey deyə bilmərik axı, Bax, əzizim. mənim qardaşım da çıxacaq, bugün maskasız çıxacaq. Nəyə görə o maska ilə çıxır? Qoy gəlsin bura, aydınlaşdıraq. Bəlkə özü maskasını çıxardacaq. Gəlin Esmira, gəlin bura. Gəlin bura, Anna xanımın yanına. Mikrofonu götürün Esmira. Xoş gəlmisiniz. Dünən biraz belə, o bilirsiniz də, yəni o texniki məsələlər var ki, bir balaca gecikmə falan, internetlə falanla bağlı, ona görə biz bir-birimizi daha dəqiq eşidə bilmirdik. Xoş gəldiniz. Maskalı oturmaq istəmisiniz. Onlar deyirlər ki, niyə maskalı oturmaq istəyir? Mən buna qarışa bilmərəm. Yəni, bu mənim ixtiyarımda deyil ki, adam üzrünə maskanı çıxardım ki, belə olmaz, belə olar. Çünki bu sizin seçiminizdir. Hörmətlə yanaşıram. Siz niyə narahatsınız ki, onun maskalı oturmağını? Ona görə ki, hamı tanıyacaq onu, deyəcək də sözünü. Ona görə üzünü gizlədir. Mən etirazım var, maskanı çıxarsın. Mən necə maskasız gəlmişəm, anam da, qardaşım da çıxacaq ev maskasız. Mənim etirazım var. Mən elə gəlir ki... Onsuz da tanıyan tanıyır, sən narahat olma. Maskalı da, maskasız da hamı-hamıyı tanıyır. Elə efirdən elə görünən kimi bütün xəbərlər, məlumatlar hamısı gəldi, çatdı. Sən heç narahat olma. Sən niyə narahat olursan ki? Mən vallahi heç narahat deyiləm. Sən narahat ol qidəm. Mən narahat olmuram. Mənim narahat olası bir şeyim yox ki, narahat olan. Yaşayarıq, görərik inşallah. Əlbəttə ki, yaşayacaq, görəcəyik. Mən narahat olsam bugün bu efirə gəlib çıxmazdım. Onda maskasız çıxar. Mənim etirazım var. Maska bilirsiniz Sənin nədir? nəsə səbəbin var ki, maska ilə? Baxın. Xeyr, mənim heç bir səbəbim yox. Var, o Siz görəcəyik. öyrənmişsiniz belə şeylərə. Sizin üçün oğul qız normaldır da. Mən sizi qınamıram. Uşaqları qatmayın bura, başa düşdün? Oğul qız qatma bura. Sən mənim uşağımın haqqında heç nə deyə bilməzsən. Mən deyirəm ya ki, sizin tərbiyəsindən, üçün ya belə nəyinsə, şeylər heç nə normal bir şeydir. Mənim özümə nə sözüm varsa denər. Amma uşaqları bura mən qatma. deməyəcəm, yəqin ki, tanıyanlar Mənim zəngin uşağıma heç deyəcəm, kim mən heç nə deməyəcəm. deyə bilməz. Sən uşaqla Deyənlər bağlı deyəcək. demədi axı. Siz fikirləşmirsiniz qızınızı, zadınızı. Yox, deyir ki, siz mənası nə öyrəşmisiniz. deməkdir? Elə demədi, dedi siz öyrəşmisiniz, oğul qız. Yəni o demədi ki, sizin qızınız falan. O sözü demədiniz məncə. Demədim, xeyr. Yox, o Onda mənada. üzürlü sayırım. Ha, yox, Mənim o mənada uşağımın yox. nə Gəlin işim bir-birimizi var ki? eşidək ki, yanlış cümlələrlə bir-birimizi daha da yaralamayaq da. Yəni ki, bir dənə məqamı demək istəyirəm ki, mükafat. Baxın, burada söhbət ondan gedir ki, birinci əsas məsələ var. Sonra var köməkçi vasitəçilər, məsələlər. Əsas məsələ odur ki, sizi narahat edən mövzunu müzakirə eləmək. Bu sizə aiddir. Bəli. Maskanı çıxartmaq məsələsi bu ikinci dərəcəli məsələdir. Niyə? Onun kimisə tərəfindən görüb görülməməsinin mənim işimin həllinə bir daxilə varmı? Aidiyyəti olacaqmı? Yox. Əsas odur ki, adam özüdür. Bu adamdır da, elə deyil. Bəli. Səsindən də tanıyırsınız, Bəli, özünü də bəli. tanıyırsınız ki, bu adamdır. Həmin adamdır, gəlib bura. Ha maskalı oturdu, ha maskasız oturdu. Gözəl vurub mənə desələr ki, ay nə bilim, ya sənlə bağlı, ya onunla bağlı, mənim burada mövzuma aid deyilsə, mən onu neynirəm o mövzunu? Yəni bu məsələ mənim mövzuma aid deyilsə, burada əsas məsələ nədir? İttihamınız var ki, ikinci uşaq bizim deyil, biz ona görə aliment ödəmək istəmirik, DNT istəyirik. Belədir, belə deyil. Düzdür, doğrudur. Bunun indi güya indi bu maskanı çıxartsa da eyni şey deyəcəyik, maskalı otursa da eyni şey deyəcəyik. Biz onu bura çıxartmamışıq ki, cəmaətə nümayiş elətdirək ki, baxın görün necə bir insan var bu həyatda. Bizə maraqlıdır ki, o mövzuya gedək, onu aydınlaşdıraq. Yəni, mən belə fikirləşirəm. Mənim ixtiyarım çatmır ki, insana deyəm ki, maskasız çıxmalısan bura və yaxud da maskalı çıxmazsan bura. Yəni, buna mənim ixtiyarım çatmır. Keçək mövzumuza. Zahir müəllim,
Mən həyatımı Təranə xanıma da danışmışam, ötəri sizə də demişəm. Mənim əvvəlim nədir, axırım nədir, özümə yəni. O bizə maraqlı deyil. Bəli, yəni mən qız uşağı böyüdürəm Timbolidə, tək anayam, tənha anayam. Mənim də tənha ana kağızım var. Yəni sözüm ondadır ki, mən maskasız çıxıram da, mən Timbolidə qız uşağı, sənin 2 dənə oğlun var, mənim qız uşağım var. Mən onu maskasız çıxa bilirəmsə, o niyə çıxmır maskasız? Mən də deyirəm ki, siz öyrəşmisiniz belə şeylərə. Xeyr, öyrəşməmişəm. Öyrəşmisiniz. Siz belə şeyə alışqansınız. Belə şey deyəndə nəyi nəzərdə Özləri tutursunuz? yaxşı bilir. Mən Denəndə açıq denəndə, açıq-aşkar denəndə. açıq-aşkar yəqin ki, indi tanıyanlar səni də tanıyır. tanıyanlar Məni tanıyır, zəng bağlansın. vuracaqlar. Bağlansın, Əgər bağlansın. mənim də əxlaqımda nəsə problem var, çıxıb tanıyanlar deyəcək. Sizin əxlaqınızda problem var, çıxıb tanıyanlar deyəcək. Mən üzr istəyirəm hər iki tərəfdən də. Mən bura sizi dəvət eləməmişəm ki, ay cəmaət, gəlin səs verək, kimin əxlaqı yaxşıdır, kimin əxlaqı pisdir. Mən bunu Yox, səs verməyə yəni qoymuram deyir ki ki, burada. üzün niyə Yox, gizlədirsən? Esmira xanım, Yəqin ki, mən gəlin biraz qorxaq məsələ. fikrim var ki, gizlədirəm. Baxın, Düz sən sözümdən boşanmısan, məsələ bitib. O da boşanıb, ayrılıb, öz balasını saxlayır, onun da məsələsi bitib. Kimin keçmişində nə olub, nə olmayıb, bunun məsələyə nə aidiyyəti var? Lütfən. Yox, zar. Yəni, bir-birinizi Mənim ailəmi dağıdanlar oturubdu da. olardı. Bəs nə? Əgər onlar Bəs dağıtmasaydı- Mən onlara sual verirəm ki, 5-ci mikrorayondan məni qovdun, sən Həcər, dedin ki, düzdürmü? Mən 6 aylıq Mən məhkəməyə verəcəm getdim, bu qaldım. ittihamına görə. Xeyr, Verə bilərsiniz. bütün hər kəs Zahir şahiddir. müəllim, mən Məhkəməyə bunun vermək ittihamına deyil. görə məhkəməyə verəcəm. Hələ Sübutu məhkəməyə çox var, verəcək. sübutu var. Var sübutları. 5-ci mikrorayondan O size soruşarsın. bir dakika, bir dakika, bir dakika, Subutu bir dakika, var. bura. Zəhmət olun, bir dakika dayanın. O sizi heç nədə ittiham etmədi. Görmüsünüz dedi, nədir itham O, edir? xeyr, mən eşidirəm. həyatımı danışıram. Bir dakika. O dedi ki, o məni evdən çıxartdı, dedi, qızımdan pul qazanmaq istəyirəm. Saç kəsib pul qazanacaq, mahnı oxuyub pul qazanacaq, gecə səhərə qədər TikTokda oturub pul qazanacaq demədi. Yo. Gülnar xanım, siz lap İlhamə Siz Quliyevanın bilmirsiniz şeyi axı yadıma nə düşdü. mənayla Bir dəfə belə bir deyir, cümlə bilmirəm. işlətmişdi. Üzr istəyirəm ki, mən üzr sizin istəyirəm bir saniyə. Bir dəfə belə bir cümlə işlətmişdi ki, mən yemirəm, yedizdirirəm cümləsi. Çox üzr istəyirəm bu ifadəyə görə. Sonra məhkəmə prosesi gəzəndə belə dedim, mən bir neçə dənə ailəni saxlayıram, yedizdirmək o mənada deyirəm. Əslində Gülnar xanımın sözlərində həqiqət var idi, amma mən Gülnar xanıma dedim ki, ən azından gəlin deməli idi də. Yəni ana bala məni çıxartdılar oradan. Nə bilim nə, neynəsə məşğul olacağam. Ona o söz deyiləcək. Məhkəmədə ona o söz deyiləcək Mən də olsaydım və deyərdim. onun iddiası rədd olunacaq. Siz biraz da Aydındır. səbirli olsaydınız, məhkəmə sözünü deməsəydiniz, bəlkə sonraki 2 cümlədə nəsə deyəcəkdi. Amma gecikdiniz maalesef. Tələsdiniz daha doğrusu. Aydındır. Gələk məsələyə. Məni Buyur. çıxartdılar. Bəli. Getdim, atam evində qaldım mı? Deyir ki, oğlumu döyüblər, aparıblar, nə bilim nə ediblər. Biz başqasan deyilik, biz adam döyən deyilik. Çox şükür Allaha. Oğlu gəldi, qaldı, uzun müddət bizdə qaldı, yaşadıq. Sizin atanız gildə. Bəli, bizdə qaldı. Nə qədər müddət təxminən? Xeyləm qaldı. Mənim böyük oğlum da doğuldu, dünyaya gəldi. Heç bir dəfə gəlib görmədi ki, nəvəsinin rəngi ağdı, qaradı, bozdu, sarıdı. Mən Amma qız gəlməmişdim. gəlmişdi, qız gəlmişdi. Bu anan danışsın da, Mən Həcər Allahsız müraciət deyə edib, baxın, bilmərəm. mükafat. Qız Həcər xəstəxanaya götürmür qədər mükafat. girmişdi. Bu qız gəlmişdi, həqiqətən. Qız gəldi, öz qardaşının balasını gördü də. Mən onu deyə bilmərəm, itirə də bilmərəm. Amma bu qaynana çıxır pafosla danışır. Elə bütün hamının evini yıxanda qaynananı kötü yoldadır. Kötü yoldadır, özü də çox gözəl Zahir bilir. müəllim. Sonra yataqxana Hörmətli alındı. vəkillərim. Deyəndə mən sözümü danışım sonra da. Ay bacı qoy sözünü desin. Sonra ailə dağılmasın deyə oğlan nəsə işləmirdi. Papam dedi ki, ailə qurmusan bala, işləməlisən, pul qazanmalısan. Sənin bu ailəni, səni də saxlayım, qızı da saxlayım, uşağı da saxlayım, olmur. Oğlan sonra nəsə maması gil öyrətdimi bilmirəm, yalan deyərəm. Sonra oğlan küstü getdi. Uzun müddət papam gildə qaldım. Qalandan sonra oğlan gəldi, mənə yalvardı ki, ay ayrılırıq, mamam gillə qalmıram, bağ belə, bostan belə yataqxana alındı. Yataqxanaya gəldik, köçdük. Sonra indi mən sual verirəm, qaynana. Rahat yaşamaq istəyirdiniz, qulağınız səs götürmürdü, mən maneçilik olurdum sizə, yəqin bəlkə pis gəlin olmuşam, evə gələndə şəpik ayağına gəlib, çayın qabağına gəlib, çörəyin qabağına gəlib, hamama salıb çimizdirmişəm, saçına rəng qoymuşam. Yalan, Hər kəs yalan, də bilir, hamısı yalan. hər kəs də bilir, əlini qoy vicdanına, başını Mənim qaldır vicdanım Allahına, təmizdir. əlini Mənim qoy Allahım vicdanına. var.
Nə Başqa deyirsən, hamısı qurbanlara necə yalandır. baxırlar, xahiş edirəm. Bəlkə mən bilmirəm, başqa bir metodu var, yolu var, yöndəmi var. Zahir müəllim. Ən yaxşı sən düzün deyirsən. Olub belə bir şey. Gəlin ananın qabağına çay qoyub mu, ayağının Günün tapışqasın. sən anasan. Yəni sən də qızlarsan, ən azından sən də qız Sifdə mən anasısan. yalan danışa bilmərəm. Sifdə. Esmira xanım bizə gəlin gələndə yaxşı idi. Bunun bu Nə oldu söhbətdə birdən-birə dəyişdi? Obştelə köçəndən sonra. Amma mən Esmira xanım kimi xanımı, gəlini, ananın üzünü görmək istəyərdim. Mənə bir ekspert kimi, hüquqşünas kimi sizin cizgiləriniz, siz danışanda sinəviz qızarıb. Mən də həyəcanlananda belə o olur. görsənir ki, qabaqladınız məni həyəcanlananda Həyəcanlananda belə və olur. haqlı yerə həyəcanlananda, qorxanda yox, o Yox, qızarır. qorxma, ümumiyyətcə bu bizdə, bacımda da belədir, məndə də Mən sizin belədir. cizgilərinizi görmək istəyərdim. Üzünüzün titrəməsini görmək istəyərdim. Çünki gözlər qəlbin aynasıdır. Gözlərinizi görmək istəyərdim. Çünki mən ekspertəm, mən sizin barənizdə fikir Reklam bildirməliyəm. arası göstərə Mən bilmirəm bilərəm. ki, xeyr, o cür yox. O cür yox. Məsəl üçün bu cür mərd-mərdanə. Yəni emosional danışdığın Bu cür- yerdə o emosiyanı bu cür- gör. Yox, o məndə Mən bacımda bitirəm. da var. Mən- Biz danışanda bu buramız cür- səfir. Məndə də eyni şey olur həyəcanlaranda. O normal bir şeydir. Bu cür mərd-mərdanə, mikrofonu götür, gəlinliyi ver ona. barəsində, Qoy danışsın. həyat yoldaşı olması barəsində danışan xanımı Zahir müəllim, mən görmək istəyərdim. hörmətli bütün Alnı açıq qızsan da qızım. ekspertlərim, hamınız dinləyin. Mən nə var, əlimi Qurana da basaram, həqiqəti düzgün danışıram. Bəli, Esmira xanıma gözəl adət ənəsindən toyunu da elədim, qızıllarını aldım, üst başını aldım, gətirdim bir otaqlı evə. Qurban olum, Oğlun üçün dinləyin. almısan da, bu Yox, Esmira'yı Axı niyə almamısan. ki, niyə elə bir deyirik oğlum üçün? Adam ana var ki, heç belə getmirdi o toya. Bəli, Bəli. bəli. İndi niyə deməliyik ki, oğul ananı, Toyda ana gəlinə oğlunu qızıl taxarlar, böyütməlidir. oğula taxmırlar ki, qurban olum sizə. Zahir müəllim 2 dəfə qapımıza yetişi gəlibdi, almalıydı da. Yo, başa Mən düşürəm. onlara ağılı Almaya başlayıb da bilərdi getmişəm. də. Mən ona nəsə bir Bir dəfə qeyri-etik bir ailə insan daxilinə olmuşam, baxdım, getmişəm. Nəzarət elədim, davranışa baxdım. Dedim, oğlum, nağır, mən açıq sözlüyəm. Bu ailənin vəziyyətinə bax, şəraitinə bax, sənə qurban. Bu ailə sənə, mənə aid deyil, gedək. Mən açıq sözlü adamım. Gəldim evimə, aradan bir ay keçmədi. Nə keçmədi, necə oldusa bunlar bir-birinlə necə zəhləşib, bir-birinlə əlaqə saxlayıb. Bir də baldızım səhər rəhmətlik 7-ci mikrorayonda yaşayır. Zəng vurdu, dedi ki, ay Həcər, oğlun nağı Esmirayı qaçırdıb, gətirib bizə. Özü də avtobusa minib, bərabər gəliblər. Haqq hesab belə olur. Mən biraz əsəbləşdim, istəmədim, qadan qalım. Mən açıq sözlü adamam. Amma iş işdən keçdi, nə edeyim? Dost var, düşmən var. Bir oğlumdur. Bunu gətirdim evimə. El adət ənənəsindən gözəl toyunu da elədim. Qızıllarını da aldım, hörmətlə, sevgi ilə, sayğı ilə. Amma evin içində bu xanım məni heç görmək istəmirmiş. Bu adam mənim heç qaynanın yanında istəmir. Sonra başladı, bir elə evdə oturmuşduq. Bir də gördüm atasını öyrədib, həyətdə yun çırpırdım. Qonşuların yorğanını sırıyırdım, sizə qurban. Gördüm, bunun atası, anası bizə qonaq gəldi. Bax, əlimi Qurana basaram. Heç məndə yalan yoxdur. Ondan sonra atası girdi içəriyə, gəldim, görüşdüm. İçəri girən kimi bunun Qaynana atası... ola bilərmi ki, sən Mənə- ac saxlayırdın məni, çörək almırdın. Allaha bax, bax. And olsun görürsən. Allaha deyirəm. Oğlu işləmirdi, çörək almırdılar, 2 canlı, evdə Esmira, qoyurdular. Esmira, tek burada canlı. əlimi vicdanıma qoy danış. İnşallah 5-ci mikrorayonda Əlimi yaşayanlar vicdanıma xahiş qoy danış. edirəm. Tanıyırsınız, zəng edin. Artıq Əlimi dərəcədə vicdanıma xahiş qoy edirəm. danış. Mənim vicdanım var, mənim vicdanım Sənin vicdanın olmasa... olsa beləcə yalana deməsən mən açsam. O vicdandan ümumiyyətlə siz danışmayın. Mənim vicdanım Sizin ikiniz var. də danışmayın Mənim vicdandan. səhvim varsa, mənim qız uşağı böyüdürəm, qulaq as. Əgər mənim sənə qarşı səhvim olub, zadı ol, Allah balamın qabağından çıxarsın. Hamı eşitsin, eşitdin? Əlimi vicdanıma qoy danış. Mənim anamın haqqında yalan. Bir də bir şey deyim. Siz dünənləri qayıdıb, mənim böyük bacımı sən tanıyırsan Esmira. Görmüsən üzünü. Heç görməmişəm, amma eşitmişəm. Axırıncı dəfə olsun onun adını çəkəsən. Ya gəlinimin adını, ya bacımın adını. Sözüm var qaynananla, ərinlə.
Ailə Gəliniz haqqında da müdaxilə eləmə burada. məlumat veriblər, almışam. Sözüm var mənə dinə. Aldığınız gəlin haqqında da polis bölməsində axtarışlı məlumat verdilər. Əlbəttə ki, Sən mənim gəlim düz nə deyirsən, işə düz danışırsan? deyirsən. Sən o nəyə mən ağzımı açdırma, təhqir eləməyim ha sən. Zahir müəllimə söz ver. Kəsib atıram, dırnaq ola bilməzsiniz. Sən heç o ayağın altı tozu da ola bilməzsən. Kəsib atıram, dırnaq Sən ola o bilməzsiniz. yerişini də yeriyə bilməzsən. Ayaqqabını geyinib gedə bilməzsən. Allah eləməsin, mən o ayaqqabıyı geyinim. Mən Əlbəttə ki, nəsib Allah olmasın. eləməsin, sənə Nəsib oxşamasın. eləməsin. Sən kimsən ki? Heç Allah o günü mənə yaşatmasın ki, Bəli, mən sizin bəli, ayaqqabıyı eşidin, geyinim. mən zar müəllim, Mən sizin sənə qurban ayaqqabıyı olum. geyinən qadın olsaydım, Bir- mən oturardım müsaade qapınızda, etsin, mən də sizin ayaqqabınızı davamlı geyinib danışırdı, gəzərdim. Görürsən qoymur. Buyur. Çünki müsaade etsin, sakit Buyurun, dursun. buyurun Həcər xanım, buyurun. Zahir müəllim Sonra gəldi mən atası. sözümü bitirmədim. Sonra yataqxana alındı. Yataqxanadan Bax, sonra görürsən, nəyə müsaade görə etmir, qızını mən bir davam edim. otaqlı evə gətirdi? Bir otaqlı biz evdə yaşayırdıq, düzdürmü? Bəli. Oğlum idi, mən idim, yoldaşım idi. Həqiqətən də acıydıq, toxuyduq. Papam da gücü çatandan köməklik eləyirdi. Nəyə görə sakitçilik gəzən qaynana, düzdürmü? Deyirdi ki, mən istəmirəm də sizi, başım səs götürmür. İndi hər nədə özləri bilər. Nəyə görə qızını bir otaqlı yataqxanaya göndərirdi? Söhbət ondan gedir. Mükafat bir saniyə. Mükafat bir saniyə. Mən elə gəlir ki, indi hal-hazırda açdığınız mövzunu dayandırın. Çünki o mövzunun bizim mövzuya aidiyyəti yoxdur, lütfən. Çünki o evdə kim gəlirdi, kim gedirdi, Zar onlar müəllim bilər. deyir ki, niyə boşandım? Mən də boşanma səbəbimi deyirəm. Tamam, də. artıq Siz boşanmısan. dediniz ki, Sənin geri dönüşün o var deyir, mı? Xeyr, Allah eləməsin. Tamam, Mən geri bitti. dönüşsəydim, Burada yalan müzakirə olurdu. nədir? O adamlar ikinci uşağın dediklərinə görə söyləyirlər ki, sən məhkəmədən çıxanda demisən ki, Xeyr. güya demisən ki, onların dediyini devirəm, vasitəsini kimi. Məhkəmədən çıxanda uşağı qabağı itələmisən, demisən ki, yer get gələn, o sənin atan deyil, əmindir. Xeyr, Zar müəllim, mən içməmişdim. Mən nəsə özümdə olmamışam ki, deyəm ki, mən elə bir söz işlətmişəm. Onu hansı ağlı başında olan insan o kəlməni deyər? İnsan qeyri-qanuni uşaq dünyaya gətirir. Heç kim demir ki, bu sənin atan deyir, ya nə bilim nə. Mən o sözü deyə bilərəm sizcə? Mən onu bilmirəm, mən Məntiqən bir eşitməmişəm. fikirləşin də, xahiş edirəm. Hansı qadın o sözü deyər ki, bu sənin uşağın deyil. Bu bir, bunu qoydum qırağa. Səhərdəndən məni öldürürsünüz ikiniz də. Onu siz eşidən kimi niyə onu deyinti tələb eləmirdiniz? Niyə vermirdiniz məhkəməyə? Mən sənin oğlunu... Sonradan bildin. Xeyr, anam demir ki, bəs deyib. Sənin ana hardan eşitdin bəs? Qardaşım Demədin ki, sonradan gəlin dedi deyib. mənə nağı. Xeyr, demədin Nağı ki, gəlin bəyin deyib. həyat yoldaşı zəng eləyibdi, telefon xəttindədir, Səbinə Bəli. xanım. Alo. Alo. Bəli. Alo. 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 Studiya səs gəlmir. Alo. Mən eşitdiyimə görə Alo. gəlinin özü də axtarışdadır. Necə? Mən eşitdiyimə görə polis bölməsindən dedilər ki, gəlinin özü də axtarışdadır. Yalan İki evladına danışma. görə. Gəlin niyə? Xeyr, mən yalan danışmıram. Axtarışçının dediyini deyirəm mən. Axtarışda olan da rahat gəlsə, bura gələrdi, Zahir Mən müəllim. sizin oğlunuzu Hə? axtaran polisin sözünü deyirəm. Mən özümdən kənar heç Hansı bir şey polis demirəm. deyil, sübut elə gəlsin Sübut- desin. Alo. Mənim üçün problem yoxdur deyirəm. Mən gəlinim haqqında heç nə sözümə danışma. sahib Sözün çıxmayacağım, var, bir kəlməni Çingiz ağzımdan Əlləli çıxartmaram. dağı ilə qardaşımla. Mənim gəlinimin haqqında axırıncı dəfə olsun söz deyir. Səsini tonunu qaldırma. Burada adam qorxmur. Dayı sizin qapınızda deyiləm. Mənə hədə qorxu gəlib səs tonu yüksəldirsiniz. Qapınızda Kimin deyiləm. qapısında otursan? Qapınızda Anamın verdiyi pulla aldığın evdə Kimisə otursan hədəliyəsiz. da. Dayı mən Harda otursan bə? O saf getdi. O qanmaz İsmirə getdi. O Sən saf avam qanmaz İsmirə idin. getdi. Yoxdur dayı, Sən siz orada məni məni dənizə hədəliyib o susuz günə aparıb qoyasınız. susuz Yoxdur. gətirərsən. Xeyr, yoxdur dayı. Özünüzü yığışdırın. Xahiş edirəm. Sən dünyanı var ha. Dünyanı bilsən də neyniyərsən? Sən kimi çox bilmiş bu dünyada insan Görün yox. kimin qapısında çörək kəsmişəm. Görün Deyirəm kimin də. qapısında. Deyir, gəlin ocağa düşər. Zahir bəy, qurban olum sənə, mən bu arvad işinə qarışmıram, bu arvad işidir. Ayrılıb, ayrı yaşayır. Nə işin bundan? Qoy çıxır getsin. Evlənib nağı.
Axı Bu söhbət nədən Ay gedir? qardaş, qoy deyim də sənə. Əvvəla Balaca uşağına görə. bu adam deyir ki, bu adamların aliment borcu yaranıbdı 16.000 manat. Bu adam 16.000 buna çoxdur. görə axtarışa verilibdi. Və adam da deyir ki, mən eşitmişəm, qadın deyib ki, o ikinci övlad sənin deyil. Əgər mənim deyilsə, mən ona görə niyə aliment ödəməliyəm? Mən atalıqdan məhrum elətdirəndə niyə çıxmırdı? Mikrofon götür. Bəli, bəli. İndi Həcər xanım eşidim Bunun mən. atası Atalıqdan gəldi, məhrum elətdir. anasıyla bərabər bizim evə. Mən də gəldim gözəl gülər üzünə görüşdüm. Bunu qarşıladım. Elə həmən bunun atası qalıqdı mənim üzərimə cumdu. Ağır, çox ağır Nə üstə? mənə Nə üstə? söyüşdü. Nəyə görə? Bir dəqiqə deyim, bu qüvvədə qalıb. Sən